Məlumata görə Çeçenistan lideri Ramzan Kadyrov Rusiya diktatoru Vladimir Putinin xəbəri olmadan ailəsinin və sərvətinin təhlükəsizliyini təmin etmək üçün bir neçə yaxın şərq monarxı ilə danışıqlara başlayıb. Vinet media orqanının məlumatına görə Kadyrov Rusiyada və Çeçenistanda hakimiyyətin necə işlədiyini və postunu itirəcəyi və ya öləcəyi halda ailə üzvlərinin nələrin gözləyə biləcəyini çox yaxşı anlayır. O yaxşı bilir ki, Moskvadan və ya Putindən gələn vədlərin və təhlükəsizlik təminatlarının heç bir dəyəri yoxdur. Şimali Qafqaz məsələləri üzrə ixtisaslaşmış keçmiş Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı Kadyrovun Kreml ilə qarşı durması barədə danışıb. Onun sözlərinə görə Kadyrov Putinin Rusiyasından çıxış yolu axtarır. Çünki diktator hakimiyyəti itirdikdə artıq nə öz ailəsinə, nə də yaxın ətrafına heç bir təminat verə bilmir. Kadyrovun vəziyyətin hara getdiyini anlayaraq qalan pullarını və ailəsini onu hakimiyyətə və sərvətə qovuşduran sistemdən kənarda xilas etməyə çalışması heç də təəccüblü deyil. Və eyni zamanda bu addımın sistemi qəzəbləndirməsi də təəccüblü deyil. Çünki həmin sistem sadə bir prinsip üzərində qurulub. Sən sistemin içindəsənsə hər şey sənə açıqdır. Sərvət toplamaqda heç bir limit yoxdur. Lakin çıxış yolu yox. Sən həm varlanır, həm də qaça bilməzsən. Sənin sahib olduqların sənə məxsus deyil. Yalnız sənə sədaqətli və faydalı olduğu müddətcə istifadənə verilib. Əslində bu mənada Kadyrov Putindən heç də fərqli daşımır. Çeçenistan Rusiyanın kiçik bir modelidir. Diktatorun həyatı bir növ yuxulu gəzinti kimidir. Sağ olduğun, hakimiyyətdə olduğun və sistem üçün dəyərli olduğun müddətcə hər şey sənindir. Qanun, məhkəmə və qaydalar sənin üçün mövcud deyil. Amma nəsə səhv gedəndə və sən hakimiyyəti itirəndə nə sənə, nə də yaxınlarına heç bir təminat verilməyəcək. Çünki həmin sistemdə qanunda, məhkəmədə mövcud deyil. Görünür, Kadyrov anlayır ki, bir nazirlik postu 20 yaşlı bir qızı və ya 19 yaşlı bir oğlanı onun yoxluğundan sonra Çeçenistanda baş verəcək hakimiyyət bölgüsündən qoruya bilməyəcək. Ona görə də görünür, Kadyrov başa düşür ki, ailəsini xilas etməyin yeganə yolu özü hakimiyyəti və ya həyatı itirənə qədər onları elə bir yerə köçürməkdir ki, ya onlara fiziki olaraq çata bilməsinlər, ya da onlara toxunmaq istəməsinlər.